Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən korrupsiya cinayətlərinə qarşı tədbirlər davam etdirilir. Qusar rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktorunun qanunsuz əməlləri barəsində daxil olmuş məlumat əsasında Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən təxirə salınmaz əməliyyat axtarış tədbirləri həyata keçirilib. Müəyyən edilib ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Qusar rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Zeynalov Mübariz Ağakərimoğlu həmin tibb müəssisəsinin həkim stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2000 manat pul vəsaitinin 1000 manatını alıb. Keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Mübariz Zeynalov tələb etdiyi rüşvətin qalan 1000 manat məbləğini 19 oktyabr 2021-ci il tarixdə xəstəxanadakı xidmət otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb. Azərbaycan Respublikasının Baş Prokuroru və Korrupsiya qarşı mübarizə baş idarəsinin preventiv tədbirlər və təhqiqat idarəsinin idarə prokuroru Bilməmməz Matəşi Əsədoğlu. Deməli, Bakı Şəhəri Binəqədi rayon məhkəməsinin 8 oktyabr 2021-ci il tarixli qərarına əsasən hal-hazırda sizin xidməti otağınıza baxış və əməliyyat axtarış tədbirləri həyata keçirəcək. Zəhmət olmasa sözü təqdim edəsiniz.